eləmirəmsə Sigmund Freud'in fikirləridir. Qeyd eləyir ki, insanlar səndən istifadə edə bilməyəndə dəyişdiyini bildirirlər. Bu çox dərin mənalı bir cümlədir və insan həyatına təsir göstərir. Bir çox insanlar həqiqətən də başqalarından istifadə edirlər və başqalarının zəif tərəflərini çox yaxşı təhlil edə bilirlər. Biz də bəzən qurban rolunda oluruq və o insanlar bizdən də istifadə etməyə çalışırlar. Ən çox buna məruz qalan insanlar özlərini tanımayan, öz tərəflərini, həm kölgə tərəfini, həm müsbət tərəflərini qəbul etməkdə çətinlik çəkən insanlardır. Və bu insanlar uşaqlıq dönəmindən özünə sevgi qazanmaq, özünü qəbullandırmaq üçün müəyyən bir qəliblərə bürünür və digər insanların gözündə fərqli bir insan olmağa çalışır. Məsələn, mən əgər belə düşünürəmsə ki, yaxşı bir insan olmaq üçün insanlara daim kömək etmək lazımdır, öz ehtiyaclarımdan keçmək lazımdır. Davamlı formada həyatımda buna yer verirəm. Və hamının gözündə yaxşı bir insan olmaq üçün öz ehtiyaclarımdan keçirəm, yox deməyə bacarmıram. Başqa insanlar məni sevsin deyə bir növ özümdən keçərək, özümdən bəzi şeyləri qurban verməyə çalışıram. Və bunu məni xoşbəxt elədiyini düşünürəm. Amma müəyyən müddətdən sonra insan təbiətinə zidd olduğuna görə başlayır müəyyən simptomlarla özünü göstərməyə. Məsələn, xərçəng xəstəliyi, daha xronik bu yöndə olan xəstəliklərin yaranmasının təməl səbəblərindən biri, təbii ki, mən xəstəlik uzmanı deyiləm, amma psixoloji faktorların rolu burada danılmazdır. Hətta geçenlerde bir video karşıma çıxmış, daha doğrusu bir tədqiqat karşıma çıxmışdı ki, yox deyə bilən insanlarda xərçəng riski digərlərinə nisbətdə azdır. Həqiqətən də biz daxili ehtiyaclarımızdan dolayı qarşılanmamış o sevgi, aidiyyat, qəbullanma ehtiyacının dolayı bəzən özümüzə lazım olan, vacib olan ehtiyaclarımızı da məhv edirik, uçuruma aparırıq. Məsələn, bir dostunuz sizə nəsə təklif eləyir və siz buna yox demək istəyirsiniz. Yəni getmək istəmirsiniz, öz daxilinizdən gəlmir və yaxud da kimsə sizin geyiminizi, əşyalarınızı istəyir ki, istifadə eləsin. Bunu vermək istəmirsiniz. Əgər verməsəniz, öz daxilinizdə bir sıxıntı hissi yaranacaq, daxili mühakimə olacaq ki, sən necə bir insansan ki, yəni öz əşyalarını kiməsə qıymırsan, o qədər amansız bir insan oldun. Onu versək də içimizdə özümüzə xəyanət etməyimizlə bağlı bir duyğu yaranır ki, mən bunu vermək istəmirdim axı. Daxilinizdə olan o iki nəfərin çatışması, dırnaqarası, yəni iki qütbün çatışması sizi daim narahat eləyəcək və bu da müəyyən psixoloji problemlərin yaranmasına nəticələnəcək. Bəs niyə görə biz insanlara yox deyə bilmirik? Nəyə görə biz insanların ehtiyaclarını öz ehtiyaclarımızdan üstün tuturuq? Burada qeyd elədiyim faktorlar önəmlidir. Düzdür, bir insana yox demək, bacar sözünü demək çox asandır. Amma onun yox deməsinin səbəblərini hər insan görə bilmir. Və bu o qədər də asan tərk edilə biləcək bir vərdiş deyil. Çünki yox demək insanda müəyyən ehtiyaclardan dolayı yaranır, yox deyə bilməmək vərdişi. Və bu ehtiyaclar qarşılanmadığı müddətcə insan həmin vərdişini davam elətdirir. Sadə bir misal götürsək, mən bir insana siqaret çəkməyin zərərli olduğunu izah edə bilərəm. Dünyada nə qədər insan siqaretdən əziyyət çəkir, daha doğrusu siqaret çəkmək vərdişindən əziyyət çəkir və bunun kimi digər insan bədəninə zərərli olan vərdişləri var və onların əksəriyyəti siqaret çəkməyin, daha sonra digər zərərli vərdişlərin insan həyatına nə qədər zərərli olduğunu fərqindədir. Bəlkə də bizdən də çox bilirlər ki, siqaret insan ömrünü azaldır. Hətta onun qutusunun üzərində belə həmin yazı qeyd olunub. Bəs heç düşünmüsünüz ki, nə üçün insan özünə zərərli olduğunu bildiyi təqdirdə həmin vərdişləri dayandırmır? Həmin vərdişləri davam elətdirir, bəlkə də daha da artırır. Burada qarşılanmamış emosional ehtiyacların rolu danılmazdır. Siqaret çəkən bir insan müəyyən müddətdən sonra ondan fiziki asılılıq da yaranır və bu fiziki asıllıq artıq bədənin bir növ tələbatı, fiziki olaraq bədən də bunu tələb eləyir ki, sən bunu etməlisən. Eləcə də digər vərdişlər bura aid etmək olar. Amma emosional asıllıq qarşılanmadığı müddətcə biz fiziki asılılığı da azalda bilmirik. Yəni belə demək mümkünsə, bir insanın fiziki asılılığı yaranıb, bu fiziki asılılıqdan onu qurtarsaq da, emosional asıllıq özü bununla bərabərdə gedir deyə bu insan siqareti tərk edə bilmir və digər zərərli vərdişləri. Buna görə də insanlara sən yox deməyi bacar,
Sən siqaretdən asılı qalma, bu qədər idman elə, ay nə bilim gəzintiyə çıx, sən özünə fikir vermirsən deyə tənqidi yanaşmalarımızı kənara qoyub, biraz da onların ehtiyaclarına yönəlik yanaşmaq lazımdır. Nə üçün insan siqaretdən əl çəkə bilmir? Hansı daxili boşluğunu doldurur? Nəyin yerini doldurmağa çalışır? Emosional olaraq nəyə ehtiyacı var? Və yaxud da bir insan zərərli davranışlar göstərsin. Niyə qolunu kəsməyə ehtiyac duysun? Niyə görə gedib dənizdə özünü atmağa cəhd eləsin, intihar cəhdləri olsun? Bunlar bizim üçün qınanılacaq bir mövzu kimi görünə bilər, amma insanın daxilində olan o prosesləri heç kim görə bilmir. Heç kim bilmir ki, o insan hansı əziyyətlərdən keçib, hazırda onun daxilində nələr yaşanır. Bütün bu kimi xüsusiyyətlər əslində insanın özünü qəbullanmaması, öz daxilindəki ehtiyaclarını görə bilməməsi, həmin ehtiyacların da elə uşaqlıq vaxtından tam şəkildə qarşılanmamasından əlaqəlidir. Təbii ki, burada müəyyən patoloji vəziyyətləri mən istisna edirəm. Çünki onlar bizim qarışa biləcəyimiz bir sahələr deyil. Amma yüngül depressiyadan əziyyət çəkənlər, öz daxili dünyasını kəşf etməkdə aciz qalan insanlar, tez-tez sıxılma halları, çarəsizlik halı, müəyyən problemlərlə üzləşəndə özünü itirmə halları yaşayan insanlar, müəyyən zərərli vərdişlərə meyllənən və hal-hazırda da bundan əziyyət çəkən insanlara demək istədiyim odur ki, onlar sadəcə özlərini kəşf eləməyib və özündə olan müəyyən problemlərin səbəbini başqa yerdə axtarmağa çalışırlar və yaxud da ümumiyyətlə problem görmürlər. Bu insanları qınamaq düzgün deyil. Yəni hər birimiz müəyyən vəziyyətlərdən əziyyət çəkirik, müəyyən həyatımızda qəbullana bilmədiyimiz tərəflərimiz var. Burada qınalmaq yerinə özün olmağı öyrənməyi daha məqsədə uyğun hesab edirəm. Və bu çətin bir yoldur. Yəni biz bəzi şeylərin fərqində olduqca, bildikcə ki, biz yox deyə bilməməyimiz bizim öz ehtiyaclarımızdan qaynaqlanır. Yox deyə bilmək vərdişini özümüzdə formalaşmağa başlayanda ətrafımız da dəyişir. Bəlkə də insanların bizə münasibəti dəyişir. Biraz bizi tənqid eləyirlər, qınayırlar. Əvvəlki səndən əsər əlamət qalmayıb və yaxud da bizi paxıl adlandıra bilərlər. Bizi pis bir insan kimi tanımlaya bilərlər. Amma biz özümüzün doğru olduğumuzu görəndə, öz ehtiyaclarımıza hörmətlə yanaşanda, özümüzə hörmət etdiyimizi görəndə digər insanların fikirləri o qədər də bizim üçün önəmli olmur. İlk vaxtlarda siz müəyyən vərdişləri özünüz üçün formalaşdıra bilərsiniz. İnsanlarla münasibətinizdə sərhədlərinizi qoya bilərsiniz və yox demək bacarığını formalaşdıra bilərsiniz. Bu, onlarla aranızda olan münasibətə təsir göstərəcək. Amma geri çəkilmədən irəli getsəniz, bir müddət sonra ətrafınızda sizə hörmət edən insanların qaldığını görəcəksiniz. Onsuz da siz özünüzdə o yox demək bacarığını formalaşdıranda, sərhədlərini qoruya bildiyinizdə, sizi qınayan, sizi tərk edən insanların varlığının olmasından olmaması daha yaxşıdır. Onlar zaten sizi aşağı çəkir. Nə üçün onlar siz özünüz olduğunuz təqdirdə sizi qınasınlar, ətrafınızda olsunlar? Və müasir filosoflardan, Azərbaycan filosofları da var, dinlədiyim və onların belə bir fikri var ki, indiki psixoloqlar da çıxıb insanın özünə sevgisini təbliğ eləyirlər və insanın egosunu artırırlar. Burada ego məsələsi də biraz təhlil olunmalı məsələdir. Ona qarışmıram. Çünki ego əslində sağlam egodan burada söhbət gedir. İnsanlar egonu biraz fərqli şəkildə anlayır. Əslində biz psixoloq olaraq insanın ego səviyyəsini yüksəldirik ki, onlar doğru və yanlışı seçə bilsin. O balansı qoruya bilsin. Filosofların fikri budur ki, psixoloqlar insanları yanlış yönə yönəldir və hamı özü üçün yaşamağı seçdiyinə görə digər insanlara fədakar olmaq, yaxşılıq etmək, bu kimi xüsusiyyətləri ikinci plana atır. Əslində bu belə deyil. Bizim təbliğ eləməyə çalışdığımız başqa bir şeydir. Bəlkə insanlar bunu öz-özlüyündə fərqli şəkildə qəbullanır və yaxud da o filosoflar öz-özlüyündə düşünür ki, bunlar bu şeyi təbliğ eləməyə çalışır. Bizim təbliğ eləməyə çalışdığımız odur ki, insan öz şəxsi dəyərlərini, öz müsbət və mənfi tərəflərini görməyi bacarmalıdır. Nəyə görə istədiyinə özü qərar verməlidir. Digər insanlarla sərhədlərini qorumalıdır. Özü nəyisə istəmirsə, etməyi bacarmırsa, o zaman geri çəkilməyi bacarmaq cəsarəti onda olmalıdır. Biz bunu təbliğ eləyirik. Yoxsa mən başqalarının sərhədlərini də pozum, sırf özüm yaxşı olum deyə başqalarının ehtiyaclarını görməzdən gəlim. Bu şeyləri təbliğ eləməyə çalışmırıq. Əgər mən istəmədən bir insana fədakarlıq eləsəm, öz ehtiyaclarını görməzdən gəlsəm, bu onsuz da dini nöqteyi nəzərdən də yaxşı bir şey deyil. Yəni insan ilk olaraq özünü tanımalıdır. Kiməsə yaxşılıq etsə belə bunu bilincli, yəni fərqində olaraq etməlidir. Mənim içimdə günahkarlıq duyğusu varsa, sırf bu günahkarlıq duyğusundan dolayı hamıya yaxşılıq etməyə çalışıramsa, bu yaxşılıq deyil. Məni yönləndirən daxili motivasiya olmalıdır, müsbət motivasiya olmalıdır ki, mən insanlara
Buna görə yaxşılıq edirəm. Mən sadəcə yaxşılıq etməyi sevirəm. Yoxsa mən günahkarlıq hissim daxildə məni yeyir ki, sən necə vicdanlı insan olmalısan, sən yaxşı insan olmalısan və sırf bundan dolayı başqa insanlara yaxşılıq etməyə çalışıram. Bu doğru yanaşma deyil. Ona görə də çalışın ki, burada balansı qoruyun. Özünə hörmət etmək, özünə dəyər vermək dırnaqarası xəstə egonun göstəricisi deyil. Özünə hörmət eləmək sağlam egonun yüksəlməsi deməkdir. Sigmund Freud'in bir nəzəriyyəsi var, psixoanaliz nəzəriyyəsi və orada belə bir hissə var. İnsanda ego tərəf, superego tərəf və id tərəf. Hamıya yaxşılıq etməyə çalışan insanlar, yox deməyi bacarmayan insanlarda superego yüksək olur. Yəni onlar bizim dildə desə vicdan hissi o qədər yüksək olur ki, bu insanlar özlərini görməzdən gəlir. Öz ehtiyaclarını, təbii ehtiyaclarını belə başqalarına görə qarşılamırlar. Çünki onlar bir su kimidir və hansı qəlibə tökülsə o qəlibin formasını alırlar. Hansı qaba, daha doğrusu hansı qaba o suyu töksək, o qabın formasını alır. Və o insanlar da daim başqalarının qabını doldurmağa çalışırlar və onlara uyğun şəkillənirlər. Bu superegonun yüksək olmasıdır. İdi yüksək olan insanlar isə heç kimi vecinə almır və çalışır ki, həyatda ancaq özü üçün yaşasın və yaxud da özünü kəşf edə bilmədiyi üçün başqalarını qınayır, başqaları ilə daimi münaqişə içərisində olur, günahlandırır və təbii ki, bu da öz şəxsi həyatına da mənfi təsir göstərir. Amma egosu yüksək olan insanlar burada balansı qoruyur. Öz sərhədlərini də qorumağı bacarır, öz ehtiyaclarını da başqalarına zərər vermədən qarşılaya bilir. Hamıya hörmət etməyi də bacarır, özünə də hörmət eləyir. Və bizim məqsədimiz burada o egonu artırmaqdır. Ego səviyyəsini, o sağlam egonu yüksəltməkdir. Ona görə də bacardığımız qədər özümüzə diqqət yetirmək, özümüzü təhlil eləməyimiz lazımdır. Özünü təhlil eləmək üçün isə insan müxtəlif yollardan istifadə edə bilər. Burada sizin psixoloqa getməyə imkanınız yoxdursa və yaxud da güvənə biləcəyiniz bir insan olduğunu düşünmürsünüzsə, başlayın real həyatınızdakı situasiyalardan. Hansı situasiyada mən necə reaksiya verirəm? Hansı situasiyada mən necə qərar verirəm? Həyatımda bu gün hansı hadisələr baş verdi və mən orada hansı hissləri keçirdim? Həyatımda verdiyim ən önəmli qərarlar hansıdır və bu qərarları mən nəyə əsasən verdim? Məsələn, deyək ki, siz ali məktəbə qəbul olmuşsunuz, ixtisas seçmisiniz, məsələn, seçmisiniz həkimlik ixtisasını. Mən nə üçün bu ixtisası seçdim? Burada mənə təsir edən hansı faktorlar var? Bəlkə ata-anamın istəyinə görə seçmişəm. O zaman mən çox şey onların istəyinə görə seçirəmsə, layiqli övlad olmağa çalışıram. İçimdə sanki onlara bir borcluluq hissi var. Baxın, belə suallar yaranır və insan bu suallar əsasında özünü təhlil edir və nəyə ehtiyacın olduğunu düşünür. Məndə hansı hisslərdir ki, hansı duyğulardır ki, bu qərarlarıma təsir göstərir. Situasiyalarda reaksiyalarım bu formada olur. Bütün bunları təhlil eləyəndə artıq sən kim olduğunu başa düşürsən, öz mənfi, yəni kölgə qəbulana bilmədiyin tərəflərini görürsən və bu da insan həyatını daha keyfiyyətli edir və həyata fərqli baxış tərzini formalaşdırır. Bura qədər izlədiyinə görə təşəkkür edirəm sənə. Əgər kanalıma abunə deyilsənsə, abunə olmağı unutma. Həmçinin videonu bəyənmək və şərh yazmaq da mənim üçün faydalı olar. Həmçinin bu videonun başqa insanların qarşısına çıxmasına dəstək olmuş olarsan. Bir daha təşəkkür edirəm izlədiyin üçün.